küçəsi döncə bir... Çağır. Camatı hardan... Ay, eviyəsi! Gəlirsiniz? Gəlin çıxın da, səhərdən sizi gözləyirəm, gəlib çıxmırsınız. Xəbərin yoxdur. Bu fəlakət döyüşəmir. Fəlakət də, fəlakət belə olur, görməmsən. Götür görün bunu. Telefonla danışan Götür görün bunu, götür, beynim xarab eləmə, götür. Ay şuşu. Götür, ala. Ay bir telefonla danışan demədin qoca kişidir. Götür qoyara. Götür qoyara. Beynimi xarab eləmə, götür qoyara. Hardan tapmışsan sən bunu? Kəmi, qulaq asma. Nədir bu? Bax sana sual verirəm, nədir bu? Tez elə cavab ver, beynimi xarab eləmə, nədir bu? Bu kompotdur da. Nədir bu? Bu nədir? Meyvədir, nədir, nə bilim nədir? Bu kompotdur, alımsa döyün. Kompotdur, kompot. Aysa o. Bu kompotlar atıb, görürsünüz? Mən sizə pul vermişəm. Mənim pulumu, mən sizə pul vermişəm. Bunları sığorta eləmişəm. Girmişəm, padvala görürəm atıb. Niyə? Nə deyir bu? Niyə atıb? Mənim beynim niyə xarabdır? Ay, sənin başın xarabdır, gişsən, dəlisən. Mənim sualıma cavab ver. Bunlar niyə atıb? Şuşu, biz buna görə gəlmişik bura. Biz səninlə danışmamışdıq ki, sənin bankaların atıb. Qulaq asmağa. Mənim sualıma cavab ver. Bu kompot niyə atıb? Nə məndən belə... Sən nə məndən seni bir qalıçdıq ha? Nə deyir? Hədə bu kompot niyə atıb, Mati? Bu kompot niyə atıb? Üstümünü görür. Elə bilmə, ha, çinmirəm. Bu kompot niyə atıb? Düz danışma, bizim vaxtımız yoxdur. De görüm, niyə çağırmışsan bizi? Mən buna pul vermişəm. Sığorta eləyib pul vermişəm ki, bu kompotlar atmasın. Bu atıb cəhənnəm, bu niyə atıb? Fəlakət! Bizi buna görə narahat eləmsən sən? Buna görə sən. Kompotlara görə narahat eləmsən sən? Kompot qonaq olun da. İki dənə balon krişkasına görə narahat eləmsən sən? Mən pul vermişəm, mən buna pul sahib vermişəm. Sən gişsən, dəlisən, nəsən, biz səndən danışmamışdıq ki, bu kompot atanda sığortalayacaq. Biz səndən danışmışdıq ki, əgər sən bunu içib, zəhərlənib ölsən, onda sənin meydinin sığorta pulunu biz verəcəyik. Yalan danışma, beynimi xarab eləmə. Onu biz mürəbbiyə danışmışdıq, mürəbbiyə. Başa düşsən? Mənim beynimi xarab eləməyim. Mən pul vermişəm, pulumu verin mənim. Ya da bu kompot niyə atıb? Yaxşı, yox, mən sənə söz deyirəm də, hə? Denən, Şökü çıxart 2 manatını verin. Denən, hə, bir dənə söz. Bu kompot niyə atıb? Mən pula görə demirəm, ha? 2 manat pul sığortalamsam, başımızı xarab eləmədən bu. Götür bir də səni, mən pula görə demirəm. Mənim bir dənə sualım var, ona cavab verin, gedin. Bu kompot niyə atıb? Yeri cəhənnəm o işimiz tökülüb qalır. Yox da sualıma cavab verin. Elə belə. Qulaq ol, artıq mən Gəl. Eşsən? Ay, sənlə döyləm, eşsən? Sən dəqiq eşkəsən? O eşsən məni, o söhbət vardı, o düz söhbətdir ki, o sən bilmirsən ki, o zəfəran nədir, o düz söhbətdir. Sən hardan biləsən, o zəfəran nədir, heç mən də bilmirəm, Ay, sən canı eşsən? Salmadan eşşəhlindən söz soruşaq, eşsən. Eşlisən, sana böyle saqqal hansıdır burada? Deyək ki, oğlan sən, bayan eşşəklə söhbət eləyirəm. Səndən yaxşı olmaz, eşşəklə söhbət eləyirəm. Mənə deyir ki, xəbərim var, ağsaqqal lotereyada puldur. Eşdə kişisən, ağsaqqal, o boyda pul udmursan lotereyada. Niyə gətirib mənə şirinlik vermirsən? Niyə gətirib mənə şirinlik? Yaxşı da dayan, Allah'ım. Bax, bunların arasında bu cizlərin, başlan xarabların arasında bir dənə yaxşı oğlan varsa, o da sənsən. Ona görə sənə şirinlik verəcəm. Sağ ol, bax, $100. Get, xərclə. Ala. Bu cizdir, bunun ağlı çatmır ki. Buna deyirəm mənə şirinlik ver, çıxardıb mənə $100. Mən sana dedim mənə pul. Şirinlik ver, bir şirinlik ver, patlava ver, şəkər, bura ver, şirin şey ver. Bu nədir mənə verirsən? Gişsən, sənin ağlın çatmır. Gişsən, sən buna 1000 dənə şirinlik almağa var. Yer gedir ağlın çatmır. Mən buna deyirəm mənə pul ver. Ana, deyərsən. Eşlisən, bax, burayla gedirsən orada avtobusa, 40-50 metrdən sonra yazılıb ora qəbir daşları, get oraya. Və sən burada nə edirsən? Görmürsən, qəbir daşı düzəldirəm, nə verəcəm burada? Və mən oraya niyə göndərsən? Eşlisən, burada da var qəbir daşları, orada da var, oradakı məsləhətdir də, başa eşlisən. Oradakı yaxşıdır. Qardaş, bura gəl, bunu yaxşı dedim. Mən tanınmış bir insanım. İstəyirəm özümə bir möhtəşəm başdaş düzəldim. Sağlıqla. Yaxşıdır, eşlisən, başdaş düzəltmək istəyir. Elə bilsən, ölmüsən, oğlanların gəlib başdaş düzəltməyib özün gəlmişsən. Yox, hələ ölməmişəm. Sadəcə gəlmişəm ki, məsələni indidən həll eləyim. Sağlıqla, başa düşürüm. Eşlisən məni, bizdə boy cür şəkillər var da, məsələn, o Instagramda görmüşsən, 3-4 dənə düzəldirlər. Nə danışsan, nə şəkil, nə düzəldirik qəbir daşının üstünə, 3-4 dənə. Onun 3D variantı da var, 3D variantı. Sonra monitor qoyuruq qəbir daşına. Zarafat eləyirsən. Mənim səninlə zarafatım var, beynimi nə xara verirsən. Onun qəşəng variantları var da, monitordan düzəldirik, eləyirik. Yaxşı, sağlıqla sənə düzəldərik, narahat olma.
Yox, sən narahat olma. Mən artıq öz dizaynımı vermişəm. Vermişsən dizaynını. Mən dediyim kimi tanınmış insanam. İstəyirəm adıma layiq, özüm boyda, bir 2 metrə, 3 metrəlik, bax belə bir qara mərmərdən baş daşı olsun. Sağlıqla. Üstündə qızıl mikrofon olacaq. Altında da qızıl hərflərlə, böyük hərflər olsun ha, uzaqdan görünsün. Qızıl hərflərlə yazılacaq. Azərbaycan səssiz qaldı. Ne dedi? O səs hardan çıxdı? Necə bəyən? Səndən çıxdı o səs. Nə olub ki? Nəsə qoyub eləməmsən, o nə səsi? Yox, heç nə qoymamışam, Allahın verdiyi səsdir. Eşidirsən məni? Mənim bir yaxşı variantım var, yaxşı təklifim var. Deyirəm ki, bizdə bax o şəkli qoyaq qəbir daşının üstünə, altına qəşəng maraqlı sözlər yazaq da. Məsələn, maraqlı sözlərdən şəklin altına yazaq ki, öl öldüyün yerdə, bax belə bir şey yazaq da. Xeyr olur. Elə yaxşıdır. Sonra məsələn, bizdə başqa variantlar da var ki, yazaq altına ki, məsələn, at ölüb, eşəklərin bayrağı. Nə atına eşək, sən nə danışsan? Onda başqa variantım var, eşək. Sən şəkli qoyaq, altına da qoz şəkli qoyaq, qoz şəkli. Qoz niyə? Qoz niyə? Qoz elə bir ki, ölmüsən də, tayfeyəcəni də ölmüsən də, başa üstünü elə bir ki. Sənlik deyil. Sən mən deyən dizayn elə. Sən deyən dizayn eləyim, yaxşı eləyərəm, narahat olma. Pulun zadın var da, ha? İndi mənə de görün bunun qiyməti mənə neçə başa gələcək. Narahat olma, sən neçənci dəfə də ölürsən, mən onu deyil, neçənci dəfə də ölürsən? Birinci dəfə. Birinci dəfə, sağlıqla. Eşsən, bizdə birinci dəfə öləndə hədiyyə eləyirik birinci dəfədə, ikinci dəfə elə bir ki, hədiyyə pul alırıq. Çox sağ olun, qiymətinizi deyin, bilək neçəyədir. Pulun var da, onda sən. Onda eşidirsən, 50.000 manat nətərdir? Amma heç kimə deyib demə, sayılıyım, 50.000 nə sayılıyım. Nə danışsan, 50.000 manata qəbir daşı olar, qızıldandır. Çox da azdır. Çoxdur. Çoxdur, onda çoxdur. 50 manat nətərdir? Hələ salırsan məni. Sən deyirəm, mən tanınmış adamam. Cəmaat mənə nə deyər? Deyər bunun qoyduğu baş daşıya bax, 50 manata. Adıma layiq bir daş daşıdır. 100.000 nətərdir, 100.000? Qardaş, olmadı. Gah 50 deyilsən, gah 100 deyilsən. Səndən baş daşı düzəldən olmaz. Beynimi xarab eləmə. Ya 30 deyilsən, ged öldüyün yerdə öldün, ha? Ölüb ayaq üstə. Masaj elə də, buralarımı masaj elə. Mənə nə uzandırmışsan bura? Masaj elə deyirəm. Fəlakət bəy, siz necə masaj istəyirsiniz? Yağla yoxsa kremlə? Yağla yoxsa krem? Kremlə yaxşıdır, eşsən məni. Şeydə, axşam elə bir ağsaqqallar günüdür. O kremi saxla, axşam tortun üstünə vurarıq. Eşsən məni. Sən məni yağla masaj elə, yağla. O soğança ilə qatışdır elə, maraqlı olsun da. Biraz da soğanı yandırarsan, yaxşı? Elə masaj elə. Xeyr, elə masaj yoxdur. Nətər masajınız var? De görüm, bilin mən, nətər masaj var? Yağla var, balla var, südlə var. Başa düşdüm. Yağla, balla, südlə var, Yağ, bal, süd. Ketçupla var sizdə, ketçupla. Xeyr, elə masaj yoxdur. Sən nəyə görə deyirdim? Dedim, o ketçupu kartoşka ilə qızardardıq, ketçupu vurardıq üstünə, maraqlı masajı yoxdur ondan. Qulaq as, qarçitsa var sizdə? Xeyr, qarçitsa masajı yoxdur. Qarçitsa, bəlkə göndərəsən mağazadan alsın, klientəm uzanmışam burada. Nə əsəbləşdirsən məni? Göndər mağazadan alsınlar ketçupu. Nədir qarçitsa da ondan? Fəlakət bəy, siz elə masajda deyirsiniz ki, o masajör ümumiyyətlə dünyada yoxdur. Nətər yoxdur, bilməsəm demərəm, mən yenilik eləyirəm də, amma sən məni elə, ayaq masaj elə, tez elə. Necə, xaşla? Sən hardan bildin, ha? Ayaq masaj elə, bir tal masaj elə.